Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Demək bizim bugünkü test izahımız Güvən vəsaitindən qədim dövr Azərbaycan ədəbiyyatı haqqındadır. Birinci sual. Avesta ilə bağlı verilmiş fikirlərdən biri səhvdir. Dini baxışları əks etdirən məşhur abidədir. Bu doğrudur. Qatlar Avestanın özəyi sayılır və bədii təfəkkürün məhsuludur, doğrudur. Zərdüş qüdrətli şah olmuşdu deyir. Bu yanlışdır, peyğəmbər olmuşdu. Və Avesta da sırf bədii əsərdir, bunu da deyə bilmərik. Demək cavabımız olmalıdır C variantı. Əsərdə xeyirlə şərin mübarizəsindən böyük sənətkarlıqla söz açılır, doğrudur. Əsərdə insanlar humanizmə, xeyirxah əməllərə çağırılır, bu da doğrudur. Cavabımız C variantıdır. İkinci sual. Dünyanın yaranması, Oğuz Xaqan əsərləri haqqında ortaq fikri müəyyən edin. Ortaq türk ədəbiyyatının məhsulu olan nümunələrdir. Elə A variantı doğrudur. Kainatın mənzərəsinin necə olması barədə təsəvvürləri əks etdirir. Bu dünyanın yaranmasıdır. Qədim dövr ədəbiyyatına aid lirik nümunələrdir. Lirik yox, epik lirikdir. Çünki dastandır. Müəllifi məlum olan əsərlərdə xeyr, müəllifləri məlum deyil. Qədim tarixi əks etdirən bu nümunələri bədii əsər hesab etmək doğru olmaz. Yox, niyə ki, bədii əsər hesab olunur. Cavabımız A variantıdır. Üçüncü sual. Biri janr baxımından məntiqi ardıcılığı tamamlaya bilməz. Demək, Oğuz Xaqandı, Köçdü, Ergənekondu, Alp, Tonqadı, bunlar hamısı nədir? Demək, dastandır. Burada fərqli olan sənədir, Avestadır. Cavabımız olur D variantı. 4. Biri qədim dövrdə yazılı ədəbiyyatımızın yalnız ərəb yaxud fars dilində deyil, həm də doğma dilimizdə inkişaf etdiyini göstərir. Əlbəttə ki, Kitabi-Dədə Qorqud'a əsasən bilirik bunu. Demək, Kitabi-Dədə Qorqud eposunun şifahi ifadan yazıya alınması. Cavabımız olmalıdır B variantı. 5-ci sual. Qədim dövr Azərbaycan ədəbiyyatı ilə bağlı yanlış fikri müəyyən edin. Türk mədəniyyəti ərəb-İslam mədəniyyəti ilə yanaşı qoşa yaşamışdı. Bu düzgündür. 7-10-cu əsrlərdə ana dilində yazan sənətkarlarımız və onların əsərləri haqqında məlumat yoxdur. Bu da düzgündür. Yəni 7-10-cu əsrlərdə əsasən ərəb dilində yazılırdı. Azərbaycan sənətkarları ərəb dilində yazıb yaratmışdı, bəli. Sənətkarlarımız əsərləri ilə Azərbaycanda məşhurlaşsa da şərq xalqları tərəfində tanına bilməmişdilər. Yox, həm Azərbaycanda, həm də şərq xalqları tərəfindən tanınmışdılar. Demək, D variantını götürməliyik. Azərbaycanda yaşayaraq ərəb dilində əsər yazan sənətkarlarımıza Cəfər ibn Məhəmməd Marağayi, Bərəkəvey Zəncani kimi sənətkarları misal vermək olar. Bu da düzdür. Cavabımız olur D variantı. 6-cı sual. Cəfər ibn Məhəmməd Marağı, Bərəkəvey Zəncani, Əli Əbdullah Mülğəçi adları çəkilən sənətkarlar üçün ortaq cəhət hansı bənddə göstərilmişdir? Demək, bunlar Azərbaycanın sənətkarlarıdır, amma əsərlərini ərəb dilində yazan sənətkarlardır. Demək, cavabımız olmalıdır D variantı. 7-ci sual. Musa Şəhvət və İsmail ibn Yəssar yaradıcılıqları üçün ortaq olan fikirləri müəyyən edin. Yaradıcılıqları qədim dövr Azərbaycan ədəbiyyatına aiddir, bu doğrudur. Əsərlərini ana dilində qələmə almışdılar, ana dilində yox, ərəb dilində qələmə almışdılar. Əsərlərində vətənpərvərlik, doğma yurda bağlılıq hisslərinin ifadəsinə geniş yer verilmişdi. Doğru fikirdir. Əsərlərini ərəb dilində qələmə almışdılar. Bu da doğrudur. 12-ci əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən hesab olunur. Xeyr, 12-ci əsrə aid deyirlər. 1, 3 və 4. 8-ci sual. Avesta haqqında səhv fikirləri müəyyən edin. Avesta atəşpərəstliyin dini kitabıdır. Bu düzgün fikirdir. Kitabın müəllifi məlum deyil, məlumdur, Zərdüş peyğəmbərdir. Əsərin hissələrindən biri qatlar adlanır, bəli. Xeyirlə şərin mübarizəsinə geniş yer verilmişdir, bəli. Əsərdə insanlar əkinçiliklə, maldarlıqla məşğul olmağa çağırılır, bəli. Qatlarda yalnız xeyirlə şərin mübarizəsindən bəhs olunur, başqa məsələlər də var. Demək, bizdən səhv olanları istəyirdi, 2 və 6 səhvdir. 9-cu sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Yaradılış dastanı və Avesta. Qədim dövr Azərbaycan ədəbiyyatına aiddir. Demək, bunu hər ikisinə aid eləyə bilərik.
Tanrı Qaraxan obrazı canlandırılmışdı. Yaradılış dastanına aiddir. Epik lirik növə aiddir. Bu da yenə dastana aiddir. Epik lirik demək yaradılışa aiddir. Sırf bədii əsər deyil. Avesta 2-yə yazırıqdır. Atəşpərəstliyin dini kitabıdır. Bu da Avestaya aiddir. Demək, 1-ə aiddir B, C, 2-yə aiddir D, Y, 3-ə də aiddir A. Qədim dövrə aid olan testlərin izahı bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.